Bizim həyatımıza xoşbəxtlik, rahatlıq, balans, huzur, sakitlik, stabillik, ahəng və s. Yəni bax bunları sinonim sözlər olaraq saydım. Bunlar bizim həyatımıza necə gəlir, nə zaman gəlir və gələndən sonra bunlar necə artır, hansı mexanizmlə, hansı qaydayla, hansı sistemlə. Biz bir şey edirik, faydasını görürük və faydasını görəndən sonra onu təkrar edirik. Bax, çox sadə bir prinsipdir. Edirik, faydasını görürük, faydasını görəndən sonra təkrar edirik. Təkrar edəndən sonra hansı təkrar xırda bir detal əlavə olunur, bir yenilik əlavə olunur və o yenilik bizi növbəti hərəkətə sövq edir. Amma burada açar məqam önəmli olan eləməkdir. Eləmək. Biz adətən nə edirik? Biz adətən deyiləni sadəcə müzakirə edirik. Başımızda, çox vaxt öz başımızda və digər tərəfdən də başqaları ilə. Biz bunun doğruluğunu kənarda təsdiqləməyə çalışırıq. Amma belə bir şey yoxdur. Kənarda təsdiq yoxdur, biz tapa bilməyəcəyik. Ən doğru fəlsəfənin belə, ən doğru nəzəriyyənin belə təsdiqini biz başqalarının ağlının və yaxud həyatının, təcrübəsinin nəticəsi olaraq biz bunu mənimsəyə bilmərik heç vaxt. Biz bunu bilavasitə öz təcrübəmizdə eləməliyik, yoxlamalıyıq. Və dediyim kimi, yalnız eləyəndən sonra səndə bir hissiyat yaranır, bir təcrübə yaranır və bu sənin növbəti davamiyyətə, yəni sövq edir. Və salam. Sadəcə eləmək lazımdır, eləmək. Sən illərlə də, bütün ömür boyu da bir şeyin doğru və ya yanlışlığını düşünə bilərsən. Oturub səhərdən axşama qədər düşünə bilərsən. O haqda kitablar qoyub qabağına oxuya bilərsən, araşdıra bilərsən. Kimlər bu haqda nə deyib? Görəsən bu doğrudur, yanlışdır. Görəsən bunun xeyri var, yoxsa yox. Görəsən bu bir işə yarayır, yoxsa yox. Yəni, bunu eləmək yaxşıdır, yoxsa sadəcə o deyiləni bir dəfə eləmək. Bugünlərdə mən bir şey paylaşmışdım. O haqda rəy yazdılar ki, mən internetdə bu haqda səhih məlumat tapa bilmədim. Mənə maraqlı məqam odur ki, yəni bu mənim üçün belə xarakterik bir şeydir, səciyyəvi bir xüsusiyyətdir. Çünki insan adətən məhz belə eləyir. Məhz bir şeyin təsdiqini kənarda axtarır. Yenə başqalarının beynində axtarır, başqalarının ağlının məhsulu kimi, başqalarının təcrübəsinin nəticəsi kimi bunu özü üçün təsdiqləməyə çalışır. Öz təcrübəsi ilə bunu təsdiqləməyi düşünmür. Yəni, ümumiyyətlə heç o bunu hərəkətə gətirmək istəmir. O bunu sadəcə bir gözəl fəlsəfə olaraq görürsən, bu doğru fəlsəfədir, yoxsa yox. Axı, dünyanın ən doğru fəlsəfəsi də sənin bir işinə yaramayacaqsa, nəyə lazımdır o fəlsəfə? Ona görə bir şey deyiləndə bunun yaxşı və yaxud doğru bir şey olduğunu yoxlamağın yeganə yolu onu praktikaya keçirməkdir, həyata keçirməkdir. Həyata keçirməyin də yolu
Eləməkdir. Sadəcə eləmək. Götürürsən və eləyirsən. Sənə deyilir ki, sakit ol. Anda qal, məsələn. Sən onu eləməlisən. Anda qalmalısın. Hər nə qədər şablon səslənsə də artıq bu ifadə, hər nə qədər bir çoxlarında belə qıcıq yaratsa da artıq bu ifadə, bir çoxları bunun belə necə deyim, bir çoxları tərəfindən belə müəyyən məqsədlərə yönəldildiyini görsələr də, yəni bu məsələlər nə qədər artıq öz həqiqi mahiyyətindən uzaqlaşdırılsa da, sən yenə də əgər bu söz dəfələrlə təkrar dünyanın müdrik adamları tərəfindən deyilirsə, bunu sadəcə eləməlisən. Anda qalmalısın. Baxmalısan o anda nə baş verir? Nə deməkdir bu anda qalmaq? Nə verir mənə o anda qalmaq? O anda qalanda, o qalmaq və yaxud o an, oradan sənə nəsə gələcək, nəsə bir şey, bir hədiyyə, bir işıq gələcək. Bax, o işıq, o hədiyyə, o yenilik, o yeni bir şey, sənin həyatına gələn o yeni bir şey, səndə növbəti yeniliklərə yol açacaq. Sanki sənə bir işıq verilir, bir fanar verilir, sənə bir alət verilir və sən o alətlə növbəti aydınlanmalara doğru gedirsən. Yəni bunun mexanizmi budur. Bu cür işləyir. Amma sən bir yerdən başlamalısın. Müzakirə eləməklə yox, düşünməklə yox, internetdən məlumat axtarmaqla yox. Görəsən Osho müdrikdir, yoxsa şarlatandır deməklə yox. Və sadəcə bir, məsələn, Osho'nun dediyi bir şeyə qulaq verə bilərsən. Hər halda o səndən çətin bir şey istəmir, ya da nə bilim, sənə hansısa dərman iç, hansısa kimyəvi bir şeydən istifadə elə demir ki, bunun sənə bir əks təsirləri olsun. O sənə nə deyir? O sənə deyir, sadəcə anda qal, sadəcə meditasiya elə. Həyatı hiss etməyə çalış, bu anı hiss etməyə çalış. Sadə bir şeylərdir, sənə heç bir zərəri olmayan. Bunu yoxlaya bilərsən. Və bunu yoxlayandan sonra sənin həyatına fərqli, bugünə qədər heç tanış olmadığın yeni hissiyatlar gələcək. O yeni hissiyatlar sənin növbətisinə, onlar növbətisinə və bu şəkildə sənin baxışların dəyişəcək və nəticə etibarilə həyatın dəyişəcək. Burada elə bir şey yoxdur ki, sən birdən-birə aydınlanırsan. Belə bir şey yoxdur. Hər şey təcrübə ilə olur. Yavaş-yavaş, hissə-hissə. Əvvəl birini açırsan, düzəldirsən. Sonra ikincisini, sonra növbəti zəncir gəlir, sonra növbəti çətinlik gəlir. O əvvəl bildiyin biliyi ora tətbiq edirsən. Orada bir yenilik olur, ona fokuslanırsan və belə. Amma hərəkət eləmək lazımdır. Mütləq hərəkət. Bunun yolu hərəkətdir. Bunun yolu eləməkdir. Bunun yolu praktikadır. Mütləq. Hər gün. Sadəcə başlamaq. Bir yerdən başlamaq lazım.